səfərimiz başladı. Qalxırıq dağlara doğru. Bizi gətirən bələdçi təhvil verdi Bədəvi bələdçiyə. Bələdçimizin adı Mahmuddur. Buralar dolu itdi. Her yerden yürürler. Allah xeyir eləsin. Səhrada deyilənə görə ulduzlar daha parlaq görünür. Ama kameram götürmür ulduzları. Hiç şey görünmür. İçine. Bələdçimiz Mahmud deyir ki 1 kilometr 700 metr təxminən qalxmışıq. Bundan sonra 3 kilometr yarım qədər yolumuz var. Təpəyə qalxana kimi hər kilometrin tamamında da dayanmaq, durmaq yerləri var. Yəni istirahət üçün belə bir yerlər var. İkinci dayanacaqda dayanmışıq. Halımız qalmıyor. Bundan sonra hələ indi yarı olur deyəsən. Olmuşuq yaman. Bura həm də lavkadır, mağazindir, supermarket dağın təpəsində. Bədəvi çayı içirəm. Normal bu stəkanlar $2 vermişəm. Ну, если что, остановимся тогда. Yəni Bakıdakı qiymətlər oxşur, qiymətlər o qədər də fərqli deyil. Bakıda biz öyrəşmişik belə. Yəni burada da eynidir. Müsəlman hər yerdə müsəlmandır. Üçüncü dayanacağımızda dayandıq. Demək burada dağın başında bir dənə burada tualet var. Deyirlər ki istifadə etmək istəyən istifadə edə bilər və bundan sonra tualet yoxdur. Növbəti dayanacaqdayıq. Orada bir yazı yazılmışdı. Ərbəyin, ne bilmirəm o nə deməkdir. Tərcüməsinə baxaram. Arba neçə deməkdir? Arba dördüncü deməkdir. Dördüncü dayanacaq olmalıdır. Səhv eləmirəmsə. Arba. 5-ci dayanacaqdayıq. Bundan sonra 2 dayanacaq qalır. Həm də bundan sonra ən çətin hissə başlayır. 700 neçəsə plekandır, dik plekanlardır. Bələdçimiz xəbərdarlıq edir ki, orada sizə kimsə əl uzatsa ki, gəl sənə kömək edeyim. Qətiyyən razılaşmayın, çünki bunlar bədəvlərdir, bədəvi uşaqlardır, onlar bura pul qazanmağa gəlirlər. Əlindən tutub sənə kömək edir və ya plekanları qaldırırsa, axırda səndən 20, 30, 40, $50 istəyirlər, axırda $10 dayanırlar. Verməsən vay halına. Ona görə də kimsə yaxınlaşanda təşəkkür etmək, yolla davam etmək lazımdır. Burada 750 plekan başlıyor. Yes, successful. Bu yaraşıqlı Okay, can I have your attention, please? Yes, sir. So, at the top. Bizim bələdçimiz indi. İnci Senegal'da. Bu sonuncu dayanacağımızdır. Burada 40 dəqiqə dayanmalıyıq. Sonra dağın lap təpəsinə qalxırıq. Az qalır, 100 metr falan qalıbdır. 100 plekan qalıbdır. Məsafə çox azdır. Orada günəşi qarşılamalıyıq. Orada hava çox soyuqdur. Düzdür, əynimi yetərincə qalın geyinmiş sayılıram. Amma yenə də külək çox güclüdür dağın təpəsində. Yəqin ki, orada üşüyəcəm, amma görək də nə olur. Snapchat. Здравствуйте. Как вы все? Все хорошо? Hədəfə çatdıq. Musanın dağının təpəsindəyik. Dağın təpəsində 2 ibadətgah var. Biri kilsədir, biri məsciddir. Kilsə ilə məscid yanaşı dayanır. Məncə bunun özü də böyük bir mesajdır. Və biz burada günəşi qarşılamağı planlayırıq. Hal-hazırda saat 5:12 dəqiqə işləyib. 1 saata gün çıxmalıdır deyilənə görə 1 saat burada günün doğmağını gözləyəcəyik. Ondan sonra qaydırıq aşağı müqəddəs Yekaterinə monastırına. Günün ən gözəl vaxtı günəşin doğduğu andır. Günəşin doğduğu anı gözləyirik indi. Yatsam yuxuma girməzdi ki,
Uşaq Bibliyasını oxuduğum illərdə 17-18 yaşımda arzuladığım Musanın çıxdığı Tur dağına bir gün çıxaram. Sinay dağına bir gün çıxaram. Bugün Sinay dağının təpəsindəyəm. Günəşin doğuşunu gözləyirəm. Bu qədər əziyyət çəkib günəş qarşılamağa gəlmişik. Bulud götürüb göyün üzünə. Deyəsən günəşin çıxmağında görməyəcək. Amma işıqlanır artıq. Bədəvi adyalımı belə bürünmüşəm ki. Hava tamam işıqlaşdı, amma günəş görünmür. Deyəsən, səhrada qum fırtınası var, nədirsə. Ağzımıza qum dolur, həm də hava bulanlıqdır. Günəş görünmür. Öyle çıxmışıq. Düşmək rahatdır, düzdür, ancaq dizlər o dizlər deyil. صاحي خالد قرقش ولا تجوع يا خالد قرقش ولا تجوع يلا طب الدار انتم تطب مشكله Bu məsciddir. Bu isə kilsədir, qabağında dayanmışıq. Dağlar çox gözəl görünür, yuxarıdan aşağı baxanda. No.